3. Salam əzizlər. Bu günlər sizə Haizi proqramı ilə işləyən kameralara necə qoşulmaq lazımdır onu göstərəcəm. Deməli, Haizi proqramı yüklədikdən sonra biz yükləyib qeydiyyat eləmişik. Qeydiyyat necə? TikTokda olduğu kimi Gmail adreslə falan, parol falan qoyursunuz, qeydiyyatdan keçirsiniz. Deməli, Haizi proqramı açışı. Açdıq proqramı, buradan reklamı keçirik. Və burada plus şikayəsi gördüyünüz kimi. Burada hər şey icazə verməlisən. Pul saçmalısan, yer bildirməyə icazə verirsən və hər şey icazə verdikdən sonra plusu vururuq. Və burada avtomatik kamera çıxdı. Haizi kamerası çıxdı. Quş qoyuruq buna, cihazı ekliyə vururuq və cihaz eklənir. Wi-Fi-ın adı çıxacaq sizdə, bizdə televiziondur və parolu çıxdı. Sizdə də parolu yazacaqsınız, bizdə parolu çıxmayacaq sizdə, yazmalısınız. Parol yazdıqdan sonra sonrakini vurursunuz və avtomatik burada qoşulma verir. Wi-Fi connection və burada özəsi qoşulmasın. Burada hər birinə quş qoyulacaq, sonra öcə hazır olacaq kameranın qoşulmalı. Gördüyünüz kimi proses hazırdır burada. Sonrakini vururuq, onaylayırıq. Onayladıqdan sonra kameramız avtomatik ekrana gəlir və üstünə bir ədəd vururuq və 4 ədəd kameranın görüntüsü burada Haizi proqramında işləyən bu kameranın görüntüsü açıldı. Baxa bilərsiniz. Yaddaşa baxmaq üçün nə edirik? PTZ. Burada PTZ ilə sağa, sola kameranı idarə eləməkdir. Yaddaşa baxmaq üçün gəlirik bura. Burada playback var. Playbacka vurduqda burada kartda çıxacaq. Kart taxılı deyil, bizdə taxılı olacaq. Və burada yaddaş çıxacaq. Ifsyo.